Hər kəsə salam, mən bu gün Səfəvilər haqqında məlumat verəcəm. Hazırsınızsa video keçək. Səfəvilər adətən 16-cı, 18-ci əsrlərdə İran və ətraf ərazilərdə hökm sürən Səfəvilər dövləti Azərbaycan türk hissəsində bəzi Səfəvilər kimi tələffüz olunur. Əsası qoyulub 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən. Paytaxtı isə əvvəlcə Təbriz, sonradan Qəzvin və İsfahan adlı şəhərə köçürülüb. Dövlətin banisi isə Şah İsmayıl Xətai eyni zamanda şairdir və böyük siyasi liderdir. Dini məzhəbi isə şiəlikdir. 12 imam şiəliyi bu məzhəbin İran ərazisinə yayılmasında əsas və böyük rol oynamışdır. Və Şah İsmayılın bir dənə sözü vardır. Qılınc həmin qılıncdır, qol həmin qol deyil. Və paytaxtlarına görə dönək Təbriz 1501-dən 1555 qədər paytaxt olub, sonra Qəzvin 1555-1598-ə qədər, daha sonra İsfahan 1598-1736-ya dək paytaxt olmuşdur. Ən əsas hökmdarları Şah İsmayıl Xətai 1501-1524 23 il olmuşdur hökmdar. Dövlətin və qurucusudur. Şah Təsmaib 1524-1576 uzun müddət hakimiyyətdə qalıb, dövlətin möhkəmləndirməsində mühüm rol oynayıb. Şah 1-ci Abbas 1588-1629 Səfəvilərin ən qüdrətli hökmdarlarından biridir. Dövlətin qızıl dövrünü yaşatmışdır. Və nəhayət Səfəvilərin zəifləməsi və süqutu, yəni işğal olunmasına keçirib. 1722-ci ildə Əfqanların hücumu ilə İsfahan ələ keçirilir və 1736-cı ildə Nadir Şah Əfşar Səfəvi hökmdarını taxtdan saldı və Səfəvilər sülaləsinə son qoydu. Səfəvilər də bizim ölkəmiz olub. Nadir Şahın, yəni Əfşar dövləti də bizim dövlətimiz olub. Yəni burada da videomuzun axırına gəldik. İnşallah görüşərik. Sağ olun, gələn videoda görüşərik.